Sizə söhbət eləyirəm, bu qıraqdan çəkilsə. Bakıya gəlmişəm, o vaxtlarda da biz Dədə Babadan o azyaskı tualetlərə öyrənən adamlarıq da, o unitaza olan yerə girəndə ölür. Aftafalı. Bir dəfə də unitazlı tualetə girib, üstünə çıxıb, ayağım soruşub, kolumsuyla yerdə. Sayın qolağa dönmüşdü az qala kolum. O, bu girmirəm. Bakıda sizdən yaxşı olmaq, bir dostun önündə çörəkzad idi o. Gecə qaldıq, səhər zaxtırqıda eləyib. Mən bildim ki, orada o tualet unitazdır da, girməyim. Maşın xodiyib əldən qoydum. O vaxt o Sidmoy mikrorayonda zeytun bağı zat, orada barı da salçaq idi, alçaqlıqda olardı. Oraya çatanda gördüm, ləngisəm şalvar batacaq. Barıdan hoppanıb bir dənə zeytun dibinə belə təzəcə oturmuşdum ki, 2 dəmir sənəli elə bir paraşütlə saldılar. Taraf gəl, çatdılar. Nağarsan, daha süfrədən elə orada nə deyim, dedim sıçıram, ayrı, heç nə deyəsi kimi də öyle. Onlar deyənlə gördüm, ma iş düşür. Ekologiya, mekologiya nə? Şirvan vaxtlarıdır, bir dənə köynəyimlə şirvan çıxardı. Verdim ki, ay qaqaş, əl açdıysam, dəyişənəyimdə yoxdur. Məcbur olub oturmuşam, elə bilin, görməmsiniz, bir şirvanda sizin pulu. Dedi, görmürsən, 2 nəfərik çörək yeməyə geyəcək. Dedim, mən sıçmasam, nə yiyəcək idi?